Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi mən Elşən Mustafayev, Bərdə rayonunun 32-lər kəndindən salamlayıram. Dəyərli dostlar, əziz qardaşlar, bacılar, gördüyünüz bu gözəl görüntü, gördüyünüz bu möhtəşəm ev elə sizlərin maddi dəstəyi ilə, həm də sizlərin xeyir duası ilə Elşən Mustafayev YouTube kanalında tikilən 25-ci evimizdir. Bugün evimizdən sizlərə evimizin aynalarının qoyulmasını göstərirəm. Hər birinizdən ilk öncə xahiş edirəm ki, bizim videolarımızı, bax bu gördüyünüz bu çəkilişi hər bir kəs bəyənsin, hər bir kəs öz ürək sözünü iri hərflərlə videomuzun rəy bölümündə yazsın. Hörmətli izləyicilər, gördüyünüz bu evimizin aynaları, yəni 4 ədəd aynasını bizim kanalımızın dəyərli oğlu, Azərbaycanımızın dəyərli oğlu, Gəncəmizin mərd oğlu Elşən Mustafayev kanalına 100.000 manata yaxın ümumilikdə maddi yardım edən el oğlu, el ağsaqqalı, əsl dost, əsl qardaş, əsl xeyrxah oğul Gəncəli Ramil qardaşımız. Gəncəli Ramil qardaşımız bu evimizin tikintisinə böyük məbləğdə yardım edib və bu yardımların içərisində evimizin 4 ədəd aynalarını da Emin qardaşımızın ailəsinə hədiyyə edibdir. Hər birinizdən xahiş edirəm, hər biriniz ürəklə bu ürəkli oğlun haqqında rəy bölümündə hər birinizdən xahiş edirəm. Bax, onda mən əsl sizləri, əsl onda gözəl izləyici, gözəl mərd insanlar deyərəm ki, bizim bu mərd oğullarımıza, bizim bu xeyrxah qardaşlarımıza öz gözəl əməlləri qarşısında sizlər də izləyici olaraq, tamaşaçı olaraq öz ürək sözlərinizi deyəsiniz. Ramil qardaş haqqında çox danışmaq olar, Ramil qardaş haqqında bir kitab da yazmaq olar. Çünki Ramil qardaş o qardaşdır ki, kasıbın dostudur, məzlumun qardaşıdır. Çox səmimi, çox sadə bir qardaşdır. Yəni əsl Azərbaycan oğludur, əsl müsəlmandır, əsl xeyriyyətçi insandır. Ramil qardaşımızı Allah qorusun. Ramil qardaşımızın Allah iki o gül qız balasını xoşbəxtlərin xoşbəxti eləsin. Allah Ramil qardaşımızın atasına, anasına can sağlığı versin ki, belə vətənpərvər ruhda, belə bir tərbiyəli oğul cəmiyyətimizə, millətimizə böyüdübdür. Ramil qardaşın sayəsində çox evlərin çırağı yanıb, çox evlərə Ramil qardaş böyük məbləğdə yardımlarla da bərabər onlarla evlərin, aynaların, onlarla evlərin, qapıların, hələ mən demirəm Səbuhinin evində tək özü neçə min manat yardım edib o evin, demək olar ki 50%-dan artıq işini görüb bu öz yerində. Amma bütün evlərimizdə Şəhid Toğrulun evindən tutmuş, bütün evlərdə alındığımız, bax bu sürdüyümüz avtomobilin kreditinə qədər, bayaq qeyd etdim əziz dostlar, bu şişirdilmiş bir rəqəm deyil, ya da ki bir fantastik rəqəm deyil. Olan və həqiqət reallığı deyirəm. Biz 2019-cu ildən Gəncəli Ramil adlı bir xeyriyyətçi insan tanıyandan bu günə can qardaşın elədiyi yardım 100.000 manata yaxın yardımdır. Bu yardımların içərisində iri buynuzlu heyvanlar, bu yardımların içərisində xırda buynuzlu qurbanlar və s. Qardaş sanki Rəbbinə söz verib ki, Rəbbim, gözəl Allahım, nə versən onu, yarıdan da çoxunu məzlumları ilə bölüşəcəm. Ramil qardaşımız hələ bizim bu çəkilişimizdə etdiyi yardımlardır. Bizim bilmədiyimiz, bizim görmədiyimiz yardımlar da var ki, Ramil qardaş bunu edir. Çünki qardaş yaşadığı ömrü Allah ilə yaxın, Allahına bağlı yaşayır. Allahın ona yetirdiyini
məzlumlarla bölüşür. Var ol Ramil qardaşım. Allah səni var eləsin. Allah sənin başından ruzi bərəkət yağdırsın. Allah sənə o qədər ruzi bərəkət, o qədər imkan yetirsin ki, variyin, dövlətin sayını hesabını bilməyəsən. Kim səndən nəsə istəyərsə, kim səndən nəsə umarsa, onu 100 qat verməyə Allah sənə imkan yetirsin. Sən bizim bu çətin günümüzdə, sən bizim bu hər bir zaman acı, ağrılı günümüzdə yanımızda olursan. Baxmayaraq ki, hərdən səni incitmişik də, hərdən səni küstürmüşük də, amma sən yenə də öz doğma kanalından ayrılmamısan. Hər bir zaman doğma kanalında öz gözəl xeyirxah əməllərinlə bizləri heyran edirsən. Bizləri necə dəyərlilər? Selamünaleyküm. Aleyküm salam, aleyküm Böyük salam. ailələri salamlayıram. Allah hamınıza can sağlığı versin, imkan versin. En başlıcası canınız sağ olsun. Evlatlarınıza dağı olasınız. Evlatlarınızın eliniz onların küreğinde olsun. Onların geleceği sizden asıldı. Bizden değil, de aksakallardan asıldı. Düz yol göstermek, hayattan ödür yaşamak, güzel insan olmak her şeye değer. Hamınıza can sağlığı arzulayıram. Təşəkkür edirəm. Ramil qardaş bizləri həmişə duyğulandırıbdı. Sakitcə, səssizcə, əvvəlcədən heç nəyi demədən bir gün, bir an baxırsan ki, qardaş yavaşcana bildirdi ki, filan evin filan işi mən tərəfdəndir. Evin qardaş, gözünüz aydın olsun, artıq evimizin aynaları da qoyuldu. Salamlayıram böyük ailəmizi. Biraz Sağ ol yaxına gəl. Ramil qardaş, sağ ol. Allah köməyin olsun. Allah balalarını xoşbəxt eləsin. Allah anana, atana uzun ömür versin, can sağlığı versin. Sağ ol qardaş. Belə gözəl iş görmüsən, sağ ol. Allah köməyin olsun. Təşəkkür Allah səni edirəm. var eləsin. O qərib ölkədə səni həmişə sağlam saxlasın. Təşəkkür edirəm. Qoy Ayşən bacı da bu sevincini, bu gördüyü gözəlliyi Sevindiyimdən üçün. ucadan amma danışmağını istəyərəm Ayşən bacı. Yavaş danışmaq Xoş bizim gəlmisiniz. kanalın ümumiyyətcə leksikonunda yoxdur. Hər bir tamaşaçı, hər bir yardım edən çalışdığı odur ki, insanları mənfi enerjidən, mənfi auradan uzaqlaşdırsın. Bax, bugün Ramil qardaşın məqsədi də odur ki, Ayşən bacı efir qarşısında sıxılmasın, efir qarşısında ürəklə tam əmin olsun ki, arxayın olsun ki, Ayşən bacının yanında, onun ailəsinin yanında Ramil kimi oğullar çoxdur. Allah onların canını Ona sağ görə də ürəklə danış, ürəklə sözünü çatdır. Sən çünki ürəkli xanımsan. Xoş Hər zaman biz gəlmisiniz, səni qardaş. ürəkli Sağ ol qardaş. Allah çıxış köməyiniz etməyini olsun. görmüşük. Xoş gəlmisiniz. Biz də Təşəkkür böyük edirəm. ailəmizi salamlayırıq. Allah hamısını canını sağ eləsin. Danışa bilmirəm. Sevinirəm qardaş. Allah Ramil qardaşın canını sağ eləsin. Allah onun cibini dolu eləsin. Qazancını bol eləsin. Allah onun balasını saxlasın. Yəni o Balalarım. evdə biz oturacağıq qardaş. Bəli, balaları saxlasın. Allah balalarını saxlasın. Amin, Hamısının. Allah hamısını qazancını bol eləsin qardaş. Yəni mən o gözəl evdə oturacağam. Əlbəttə ki. Bunun hamısı sizin sayənizdə. Dünən gördüm də yeganə bacı. Gördüm. Bir Allah anlıq özünü evlərindən, göz bir anlıq onu mən Təsvir elə yaşadım. ki, Elə sən- bildim mənəm. O elə bildim mənəm. Biləm onun qardaş. şokundasan. Quran and olsun. Emin Mən deyir ki, axşam üç axşam dəfə o qədər ağlayır. ağlamışam ki, Quran and olsun qardaş, üstünə salıb başımdan yatam. O yeganənin ki, o anasını qucaqlamağı, o evdə ki, uşaqların gəzmək, bir anlıq elə bildim mənim balalarım da o evdə Vay, gəzər. vay, Qardaş, Quran and olsun. Bunun hamısı sənin sayəndir. Böyük ailəmizin sayəndə. Allah hamınızın canınızı sağ eləsin. Balalarınızı saxlasın qardaş. Danışın buram düyünləri. Çox da ağlayanda deyirlər ki, Ayşən, valla onun hamısı sevişdəndir qardaş. Bunun hamısı sevişdəndir. Allah sizin ruzunuzu, bərəkətinizi başınızdan töysün qardaş. Sizin gözəl ürəyiniz var. Allah sizin ürəyinizə görə versin. Bizi ki belə sevindirirsiniz. Ora baxıram ey qardaş. Qurana and olsun, bu gözəllikdir. Valla bu gözəllikdir. Həqiqətən Allah gözəllik. sizin balalarınızı saxlasın Bəh, bəh. qardaş. Allah sizə o qədər ruzu, Ürəyimdən bərəkət tikan versin çıxardı, ki. nə Quran haqqı. Qardaş, Quran and olsun, əllərində. Danış, Allah danış. yanımda mən oturacağam. Ürəyimdən qardaş. tikan Quran çıxır. and olsun. Mən bu evə baxıram, mənim ürəyim açılır. Mən belə gözəl şərait görməmişəm valla. Valla Düzdür. görməmişəm. Vallah görməyib. Böyük ailə. Görməmişəm. Quran haqqı Bax o görməyib. betonun üstündə. Adamın Allaha üzür and istəyirəm. olsun. Gəl bura bacım. Adamın şəraiti budur da, əzlər. Vallahi budur, Burada vallahi. nəyəsə şişirtmir ya. Adam deyə bax gördüyü nə olub? Qışın soyuğunda bu dəmir, yayın istisində bu dəmir. Bax, baxın da adam Mən burada çox gördüyünü, yaşadığını dilə gətirir, amma adam bilir ki, bir neçə günlərdən sonra gəlin ay söhbətini yığışdırağın. Ümumiyyətcə gəlin bu gündən böyük ailəmiz. Elə yeri gəlmişkən deyim,
hansı evə ki başlayırıqsa, həmən evə gün qoyağında gün sayağın. Məsəl üçün 90 gün, 120 gün və yaxud 160 gün. Gəlin ay söhbət eləyəməyən gün söhbət eləyəyim. Bəli, Ayşən bacı çox gözəl bilir ki, başa düşür ki, bir neçə gündən sonra artıq o, bax bu gördüyü, burada çəkdiyi o əziyyəti tamamilə yenisi ilə əvəzləyəcək. Yaxşısın, ən gözəlini, ən layiqlisini. Çünki Ayşən bacı bilir, gözü ilə görüb ki, Elşən qardaşın layihəsi, Elşən qardaşın proyekti, onun arxa dayaqları, Ramil kimi oğullar Allah hamısını bir evi necə tikirlər Allah və necə hamısını təhvil pənahında verirlər. saxlasın. Allah hamısının ruzusun, bərəkətin başından töysün. Bizi belə sevindirirlər, bizim belə ürəyimizi açırlar. Mən buradan o gözəl şəraitə gedirəm qardaş. Qışın qış günü bax belə qalırdım. Allaha and olsun qardaş. Bax burada yeməyimi pişirirdim. Elə gün olurdu ki, lənləri belə yığırdım ki, külək vurmasın onu ama yeməyimi pişsin. Bax ona Allah şahiddir. Amma sizin sayənizdə mən də gözəl xunamda yeməyimi pişirəcəm. Da külək vurmayacaq, yağış vurmayacaq. Bunun hamısı sizin Allah sizin balalarınızı saxlasın. Balalarınızı xoşbaxt, sizi balalarınızdan yarıyasınız. Balalarınızın gözəl günlərini görəsiniz, sevinəsiniz, ürəyiniz açılar. Nəvəli, nəticəli, kötücəli olasınız qardaş. Sağlam can versin ki o günləri yaşayasınız. Sağlam can olmayandan sonra hər şeyi gözündən bax, onu boş ver qardaş. O unuturla gitsin aynı. Əsas can sağlığıdır. Mən də sizə can sağlığı arzulayıram. Ramil qardaşa can sağlığı arzulayıram. Böyük ailəmizə can sağlığı arzulayıram. Allah ağsaqqallarımıza dəyməsin. Allah cavanlarımıza dəyməsin. Vaxtsız ölüm heç kəsə verməsin. Sağ olun qardaş. Vallahi ürəyim açılıb. Bu gözəldir qardaş. Quranam da olsun gözəl. Allah axşam yağış yağdı. Evə çiləməli vurdu. Mən inanırsan o pola yağış düşməsin deyə o pəncərələrə bilsən nələr tutdum mən. Səhər-səhər bax evinə bax buranı dəmirlə onun üstünü örtdüm, taxtanı vurmasın yağış. Yəni qardaş sevinirəm. Allah haqqı sevinirəm. Mən o gözəl evdə oturacağam. Onu mən bəsləyəcəm. Çünki mən o gözəl günü görməmişəm. Allah haqqı qardaş. Bunam sizin sayənizdədir. Mən gözəl evdə oturacağam. O pilləkəndən, bəlkə mən o pilləkəni də öpəcəm qardaş. Çünki onu mən görməmişəm axı. Mən görməmişəm, vallahi görməmişəm. Bax mən ancaq buranı gözüm, mən buranı təmizləyirəm. Onu da heylə. Çünki insanın birinci can sağlığı, bir də şərait olsun. Çünki mənim şəraitim olmuyor. Mənim elə günlərim olub, üzr istəyirəm, mən burada otururdum. Yağışın kəsməyini gözləyirdim ki, mən gedəm orada qabımı yox. Allah sizin ürəyinizə görə versin. Sağ ol. Allah sizin balalarınızı saxlasın. Sən məni çəkdin, sən bizi işıqlandırdın, bizi millətə, xalqa sən tanıtdın qardaş. Allah sağ dəyməsin qardaş. Allah sağ uzun ömür, can sağlığı versin. Mən o gözəl ev aparasın ey qardaş. Olar mı danışa-danışa gedim? Gedə Ayşən bacı. Hələ məziz dostlar, Ayşən bacı məndən qorxur, məndən çəkinir. Çünki bildirir ki, özü dediyini deyirəm. Deyir, hər dəfə çəkilişdə istəyirəm oynaya-oynaya səni qarşılayam. Demişəm, belə şey qətiyyən eləmə. Bu başa düşüləndir, əzizlərim. Burada heç bir obraz ola bilməz. Sadəcə insan öz sevincini, öz xoş halını bu kimi göstərir. Kim olsa sevinməz, əziz dostlar. Ola bilər, yaxşı yaşayıb, yaxşı şərait görənlər üçün təəccüblü olmaz da. 5 evim var idi, biri də bu oldu. Bunun üçün təəccüblü olmaz. Amma həqiqətən neçə il burada yaşamısınız Ayşən bacı? Neçə ildir yaşayırsınız? Biz bura köçəndə Nasımın 3 yaşı var, Nasımın 15 yaşı var. 12 il əziz dostlar, 12 il burada yaşayıb başqa bir iş görə bilməyən insan üçün belə bir möhtəşəm. Mən sizlərə tam əminliklə deyim ki, 32-lər kəndində ən gözəl evlərdən birinə sahib olur. Bunu hər bir tikilən evdə görmüsünüz də, böyük ailə. Hansı evimizdə bir nöqsan görmüsünüz? Hansı evimiz seçilməyib? Bu günə şükür ay Allah. Hər bir evimiz həmən kəndin ən gözəl evlərindən olur. Demirəm, ən birinci gözəl. Amma kənddə 500 ev olursa onun necə deyirlər, içində ən gözəl 10 evin biri olubdur. İstəyir Arifin evi olsun, istəyir Zeynəb falanın, istəyir Şəhid Toğrulun evi, istəyir Səbuhunun, istəyir Şəhliyarın. Hamısını da bir-iki evi çıxmaq şərti ilə ki, onları heç demirəm. Amma son tikdiyimiz müasir evlərin hər biri kəndin ən gözəl evlərindəndir. Gəl Ayşən bacı, gəl yerə, bir yerdə söhbət eləyə gedək. Ustalar işləyəndə düzdür, evə girmək istəmirəm. Deyirəm, ustalarımız işləyir də, onlar əylərlər, onlar da, ona görə girmirəm. Amma
Belə baxıram qardaş. Mən bu evə nətər girməyim. Yox qardaş, sizə qurban olum. Allah Qoyun, ömür girim, versin. girim mən. Gir, buyur, gir. Nə olar qardaş? Hələ bu evə çox girəcəksiniz. Hələ bu evdə çox duyğulu anlar yaşayacaqsınız. Ben diyorum buranı temiz kururdum sen. Diyelim boy temiz olsun. Buradan ben çıkacağım. Bunun hamısı böyük ailemizin sayesinde de. Allah onların canını sağ eylesin. Allah onların qazançlarını bol eləsin. Ruzilərini başından töksün. Ben bu gözəlliyə nə tər çıxmıyorum qardaş. Bunun hamısı sizin sayenizde. Ben bu gözəl kuxunamda iş görəcəm. Ben bu gözəl kuxunamda çay demleyeceğim, yemek pişireceğim qardaş. Bunun hamısı sizin sayenizde. Allah sizin canınızı sağ eylesin. Amin Yani benim de kuxunam olarmış. Benim de evim olarmış. Özdə bu yeşəliyində, bu gözəlliyində Ayşən bacı. Həqiqət haqlısan. Valla bu otaqdır qardaş. Allah bu otaq. Gəl bu aynadan bir sölə var. Qoşa ayna, əziz dostlar. Xuruslar şüşə ilə, qoşa şüşə ilə Ayşən bacının qonağı qapısını bir döyan olanda Məni kimsə hündür evdən baxacaq. Ha eşidirəm. Qardaş, hə eşidirəm. Gəl. Sizə qurban olum deməyəm, o sizin qardaş. Sizin Allah ürəyinizə görə versin. Qardaş, mən yəni bu gözəllikdə mən evdə oturacağım, hamısı sizin sayənizdə. Allah sizin balalarınızı sağ Böyük ailəmizin sayəsində Bəli. biz bir sənətkarıq. Allah hamısının canını sağ eləsin. Ağsaqqallarımızdan tutmuş cavanlarımıza Bəli, kimi. bəli, Allah bəli. hamısını qazancını bol eləsin. Amin, Arada amin. karxa bilərəm, üzr istəyirəm hamısından. Amma vallahi qardaş, bu gözəllikdə mən iş görəcəm. Mən bu kuxunamı sevə-sevə bəsləyəcəm. Mən bunu həsrətində çox yaşamışam. Vallahi mən çox yaşamışam. İnşallah. Allah sizin balalarınızı saxlasın. Allah sizin qazancınızı bol eləsin, ciginizi dolu eləsin. Sağlam can versin hamınıza. Amin, Siz ki belə bizə kasıfların yanındasınız, kasıflara belə gözəl şərait qurursunuz. Allah sizin qazancınızı bol eləsin. Amin, bacı. Sağ olun qardaş. Təşəkkür edirəm Ayşən bacı. O gözəl, xoş sözlərinizə görə minnətdaram sizə. Siz qəhrəman bacısınız. Siz bir qeyrətli oğlun həyat yoldaşısınız. Siz bir evdə, şəraisiz bir evdə iki veteranımıza qulluq edirsiniz. Bəli, əzizlərim, qoşa şüşə iləndir. Yəni, anam kəhdlikdə bir səhv elədim. O səhvi hələ də özümə bağışlaya bilmirəm. O səhv mənim səhvim idi. Tək şüşə elədim. Amma səhv elədim. Çünki tək şüşə ilə qoşa şüşə arasında təxminən 30 manat fərq var. Bir evdə 150-160 manat fərq edir. O pulu cibimə qoymamışım, əziz dostlar. Səhv başa düşməsin kimsə ki, yəni səhv eləyib hansısa bir yeyinti əldə edib. Sadəcə olaraq bir balaca pula qənaət məqsədim olub, amma səhv eləmişim, yanlışlıq eləmişim. Çünki anam kəhliyin evində aynalarım tərləməsini gördüm və özümə söz verdim ki, indən sonra heç bir evdə bunu etməyəcəm. Bir dənə anam kəhliyin evində olub bu hadisə. İndi burada olmayacaq, nə qədər də içəridə nə olsun, inşallah olmayacaqdır. Büyük Məhəmməd Usta istəməyir, əziz dostlar, səbəbçini Məhəmməd Usta'nın bugün Akot şirkəti, yəni Norm şirkəti qonaq çağırışdır. Gördüyümüz iş göz önündədir. Kulenin sesine göre çəkirəm kənara. Bəli, əzizlərim, padagonik yerlərdə hazırdır. Möhtəşəm bir görüntü, möhtəşəm bir inşallah ki çəkiliş izləyəcəksiniz bir neçə gündən sonra. Yəni ki, evimiz demək olar ki, hələ final demək olmaz da buna, raya bilir. O finalın vaxtını raya bilir, dəqiq bilir. Ümumiyyətlə soruşuram, böyük ailə, final hava başlayır. Emin qardaşın evində final hava başlayır. Hələ finala var mı? Bəli, finala var. Hələ burada biz bir neçə günlər də işləyəcəyik. İşimiz hələ burada kifayət qədər var. Amma çox gözəl nəticələr əldə olunur. Fəzali Usta da əli qolu var olsun. Allah ömür versin, can sağlığı versin. Fəzali Usta. Aleyküm salamlar. Aleyküm salamlar. Aleyküm salamlar. Məhəmməd öz tək gedib yeməyə sən aparmıyor, hələ mi? Apara bilməz amma. Hə, bilirəm. Rızalı vermiş. Bilirəm. Hə,
Bəxtiyar usta, Allah səni var eləsin, ürəyinə qurban. Sağ ol Bəxtiyar. Bəxtiyar da bizim əziz dostlar peşəkar ustamızdır. Qurana and olsun Bəxtiyar. Bəxtiyarın içində ömür boyu nöqsan tapa bilmərik. Çünki ən gözəl materialla iş görür. Qohumdur da, həm də bir tərəfdən də Bəxtiyarın dediyinə görə qohumdur. Nə Bəxtiyar? Nə? Deyirəm, sənin dediyinə görə bir qohum düşürük də. Dediyinə görə nə? Şey. Bəli, həqiqətən qohumuq Bəxtiyarın. Uşaqlıqdan da elə Köhnə qohumlardan bizə qalan. köhnələrdən bir dənə qalan mənəm, elə mi? Super, əziz dostlar, direli səsindən görə çox istəmirəm. Efirə səs xırıltılı düşsün. Bax, elətərsən? Allah səni qorusun. Atanla işləyəndə eləmi? Olsan da oğul. Bəhtər, balaca oğlundur, böyük. Allah qorusun. Ağıllı uşaqları var, maşallah. Bəxtiyar qardaşın 2 dənə ağıllı, tərbiyəli oğlu var. Allah atasının, anasının gözü doyunca versin. Möhtəşəm, gözəl izləyicilər, möhtəşəmdir. Elşən Mustafayevin YouTube kanalı və Elşən Mustafayevin izləyiciləri möhtəşəmdir. Azərbaycanda nömrə 1 izləyici olan Elşən Mustafayev kanalı. Bəli, söz verdiyimiz kimi Badvalımızın qapısı zamoklandı, əziz dostlar. Çünki Emin qardaşın evi maşallah, maşallah olsun, digər evlərə baxanda kürsüsü hündürdür. Yəni bu badvaldan qoy istifadə olunsun, əziz dostlar. O gün də dedim, yəni zamokun olmağı o deməkdir ki, nəyim var? Kartolun, soğanın, nə bilim, merin, meyvən, mürəbbən yığ ağzında bağla ki, kimsə gəlib toxunmasın. Ona görə də bunun hamısı nəzərə alınıbdır. Siz də bizim bu gözəl işimizi, biz gözəl bu əziyyətimizi böyük ailə nəzərə alın. Bax, bu videomuzu bəyənin, videomuzu paylaşın ki, daha çox insanlar bizim bu gözəl çəkilişlərimizdən xəbərdar olsun. Hələ ki, evimizin çöl hissəsinin rəngini, yəni emisiyasının sponsoru yoxdur. Ramin Söyləməzli qardaşımız bildirmişdi. Amma bu dəqiqə vəziyyət, əziz dostlar, Rusiyadakı yaşanan vəziyyət çox insanların fikirlərin, çox insanların xəyalların, arzularını dəyişir. Ona görə də biz bunun hamısına necə deyirlər, soyuqqanlı yanaşırıq. Çünki başa düşülən vəziyyətdir. Heç kimi qınamaq qətiyyən olmaz. Bu ən böyük nöqsan olar. Ən böyük bizim necə deyirlər, səhvimiz olar ki, hansısa bir xeyriyyətçi insan nəyisə deyibsə, onu eləyə bilmirsə, biz onu qınayırsa, bu bizim ən böyük nöqsanımız olar. Hər birinə canım və ürəyim qurban olsun. Həyatdır, heç kim həqiqətən də bilmir, elə bir şey olur. Məsəl üçün deyək, qardaş, hansısa bir qardaş fikirləşir ki, filan evin filan işini mən görəcəm. Təxminin büdcəsinə nəzərə alır, biri deyir ki, məsələn, bir ayımın maaşını ödəyəcəm o qardaşa. Gəlir elə bir iş çıxır qoxumda, əqrəbədə, diraq olsun, ölən var, itən var, hər şey ola bilir. Yəni bu məsələdə hər birimiz soyuqqanlı olmalıyıq və o insanlara heç bir zaman, nəinki dilimizdə, ürəyimizdə və qəlbimizdə belə başqa şey gətirməyə olmaz. Yalnız və yalnız bunu deyə bilərik ki, Allah hər kəsin çətin işini asan eləsin, hər kəsin arzusuna, istəyinə çatdırsın. Bəli, buyurağın bir nəfər də evimizin bax, çöl rəngini özünün istədiyi kimi. O artıq o sponsorun, belə deyək, zövqünə buraxacaq, əgər istəyərsə. Bir dənə evimizin çölünə gözəl bir rəng, onsuz da bizim hər bir evimizin çölü rəngli olub, fərqlənməkdən ötəri. Daha da gözəllik olsun inşallah. Mənim çəkib göstərmək istədiyim bunlardır. Ayşən bacının da pişirib bugün ustalarımıza nə verəcəyini özü bilir. Hələ bilinmir burada nə pişir. Sorpa pişir, nə gözəl. Soğuzu pişirmi? Hə.
Çok sevgili insansın. Qovururam ondan sonra. Gerçektir vallahi her şey güzeldir. Allah sizi var eləsin. Ayşən bacı. Sağ olun qardaş. Allah hər birinizi var eləsin. Allah hamınızın canını sağ eləsin. Bunun hamısı sizlərin sayəsindədir. Teşekkür ederim. Siz bizi belə çəkirsiniz, işıqlandırırsınız. Gözəl bizə işlər görürsünüz. Ərzağımı alırsan, ay qardaş vallah. Evimizi tikirsiniz. Evimizin içində əşyasını alırsınız. Bunu hər adam eləyə bilməz. Bunu hər insan heç vaxt eləyə bilməz. Bunun hamısını eləyən sizsiniz. Sənin komandandır. Sənin yanında olan insanlardır. Allah hamısını canını sağ eləsin. Allah hamısını ruhsun, bərəkətin daşından tutsun. Bizə belə gözəl işlər görürsünüz. Sağ olun qardaş. Çox sağ ol, minnətdaram xoş sözlərinə görə. Sağ olun. Allah köməyiniz. Hörmətli izləyicilər, video çəkilişimizi yekunlaşdırırıq. Allahın izni ilə ikinci çəkilişimizdə ərzaq, un yardımlarımız olacaq. Ucarlı qardaşımızın da, Daşkəsənli Ramin qardaşımızın da ərzaq pulu var. Hacı Nurlan qardaşımız da ərzaq pulu göndərib. İkinci çəkilişimiz ərzaq yardımları ilə bağlı olacaqdır. Emin qardaşın evindən bugünlük bu qədər. Özünüz də gördünüz, maşallah olsun. Aynalarımız gətirildi, quraşdırılır. Və sonda onu demək istəyirəm, İsmail Qurbanla pay olmaq üçün istəyənlər buyursun, əlaqə saxlasın ki, indidən siyahı tuturuq ki, görək neçə nəfərin adından iri buynuzlu heyvan alıb kəsəcəyik. Yəni tələsin əziz dostlar. Çünki biz də indidən işimizi bilək, heyvan alarkən bilək neçə manatlıq, neçə nəfərin adından alınacaqdır heyvanımız. Var olun, böyük ailəmiz. Allah hamınızı qorusun. Sizlərə ancaq Allahdan can sağlığı, bir də bol-bol ruzi bərəkət arzu edirəm. Allah hamınızın çörəyinizi yetirsin. Mən Müsal Tənha bu mahnımı Vəfa Ağcabərdlinin, Ramil Gəncəlinin, Fuad Yevlaxlının adından erkən sevənlərə həsr edirəm. Yaxşı əməllə xətrini istəyirlər, olmayanda ax qəm yiyirlər. Ramin özü Yevlaxdandır deyirlər, candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Nəzər eləyim məndə olan söhbətə, Ruslan özü dayaq olubdu millətə. Candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Yaşa gel təmiz səadət bibi, səndəki var haqqa məhəbbət bibi, yetim sevindirir mətanət bibi. Candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Fərqinədir çox eyliyib az bibi, ağız açana getmədi aç qaz bibi, kimsəsi də dayaqdı almaz bibi. Candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var.
Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. İnsanın pisti vəziyyəti, elə adamdı olsun çəkir əziyyəti. Eli bazımın yenilməzdi qeyrəti, candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Görsə dayaq olar ehtiyacım var, mənim o cür dərdimə əlacım var. Şəmkirli mənim nəsbə bacım var, candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Oğuldu tutur işin qüvvəli, ehtiyacı olana uzatmış əli. Sapojnikdi, Gəncəlidir Gəncəli, candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Görüm səni yaşamayasan dərd qəmi, adını olub ürəklərin məlhəmi. Hamıya əl uzadıb əmir xanəmi, candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Hamını sevindirib yardıma salım mən, gərək o insanın qeydinə qalım mən. Ağcabədli Elvin qadanı alım mən, candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var. Hamı onun əməllə heyrətdədir, yaxşı əməli ilə o diqqətdədir. Samir Mingəçevir də qürbətdədir, candan əziz canlarımız var, dərdlərə dərmanlarımız var. Onlar yaşayır qürbət eldə, xeyirxah insanlarımız var, xeyirxah insanlarımız var.